Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Bâri'il halâikil ecmaîn. Esselatu vesselamu ala seyyidina ve nebiyyina ve habibi kulubina ve habibi kulubil alemin. Ebil Gâsimi Muhammed ve âlihi teyyibine tabi'in ve lânetullahi ala âdâihim ecmaîn. من الآن إلى يوم الدين أما بعد فقال الحكيم في محكم كتابه الكريم بسم الله الرحمن الرحيم الذين يذكرون الله قياما وقعودا وعلى جنوبهم ويتفكرون في خلق السماوات والأرض ربنا ما خلقت هذا باطلا سبحانه فقنا عذاب النار أوصيكم عباد الله ونفسي تقوى الله ve nazmi amrukum. İnşallah hem sizi hem özümü davet edirəm ilahi təqvaya və işlərinizdən nəzm nizamımız olsun. Bugünkü bəhsim inşallah ilahi nemətlər barəsindədir. Çox əzəmətli bir bəhsdir. Amma sadəcə cümə olduğu üçün mən elə qısa şəkildə bəzi anonsları nəzərə çatdırıram. Allah Quran-ı Kərimdə bizə bu cür deyir. Ali İmran surəsinin 191-ci ayəsində. Ellezine o şəxslər ki, yetefekkarun Allah'a qiyaman və qu'uda. Onlar həm ayaq üstə, həm oturan yerdə. Və ala cunubihim, uzandığı yerdə. Yəni, hansı formada olursa olsun, öz duruşuğundan, yerişiğindən aslı olmayaraq, daimən Allahın yaratdıqları barəsində fikir edəyərlər. Allahın yaratdıqları barəsində fikir edəyərlər. Sonra da bunu deyərlər. Rabbana ma xalaqna haza batila. İlahi sən nə yaradırsan, heç birisi batil yaratmamsan. Subhanaka fəqina azabannar. Allah bizi əzabdan görür. Ayə ümumi şəkildə başlanan hikmətləndir. Bu cür deyir ki, yəni birinci müminin dəğdəğəsi daimən Allahı və Allahın yaratdıqları barəsində düşünməkdir. Təfəkkür eləmək. Bu təbiidir. Dünya barəsində çox təfəkkür eləmək, əlbəttə, o yaranışın fəlsəfəsini təfəkkür eləmək insanı Allaha çatdırır, buna şəkil yoxdur. O axirət barəsində də çox təfəkkür eləmək insanı Allaha yaxınlaşdırır. Amma dünyanın başqa formada, yəni o ilahi dəyərdən yox, başqa prizmadan təfəkkür eləmək insanı axirətdən, Allahdan uzaqlaşdırır. Onun üçün də çox mənim əzizlərim, Quran-ı Kərimin özündə dünya və nemət barəsində bəhs olunanda çox gözəl bir ayədir. Səhv eləməsəm, Kəhf surəsinin 7-ci, 8-ci ayəsində siz də axtarın, tapın. Orada Allah təbarək və təala buyurur ki, İnna cəalna ma aləl ərzi zinətən ləha. Biz yerdə nə yaratmışıq, o yerin gözəlliyidir, yerin zinətidir. Müminin yox. Bizim yer kürəsində nə qədər gözəlliklər var, dağlar, daşlar, dərələr, çaylar, cürbəcür gözəl yeməklər, gözəl səyahətlər. Bu, yer kürəsinin zinətidir. Allah buyurur ki, niyə? Özünüz də bilirsiniz, çünki o gördüklərimizin hamısı bir gün eyni gözəl olduğu kimi, bir gün nədir? Solur gözəlliyin əldən itirir. Gül nə qədər gözəldir, bir müddətdən sonra solur. Ot nə qədər gözəldir, yaşıl ota baxırsan, insan nə qədər ləzzət alır. Amma bir müddətdən sonra ot yetişəcək, öz gözəlliyini itirəcək. O gözəlliyini itirəcək. Odur ki, siz bunu bilin, gözünüz nəyə düşsə o yer kürəsinin gözəlliyidir. Bizim gözəlliyimiz deyil o. Bizim gözəlliyimiz nədir? Bizim gözəlliyimizi Allah təbarək və təala buyurur ki, Allah təbarək və təala buyurur və habbabə leykumul iman. Mən insan üçün gözəlliyi ancaq iman qərar vermişəm. İman, Allaha inan bizim gözəlliyimizdir və bu da solan deyil, müvəqqəti deyil. Həmişəlik nədir? Bir sifətdir insan üçün mümin, iman insan üçün həmişəlik bir sifətdir. Bəli, daimən də biz bu fikirdə olmalıyıq ki, bu nemət əlimizdən geçməsin. Ən gözəl nemətlərdən biri Quran-ı Kərimdə olunan dualardır. Bu cürdür ki, Rəbbən Allah tüzü qulubənə biyədəyiz hədəytənə. Ey Allah'ım! Bizi hidayət eləyəndən sonra qəlbimizdəki imanı bizdən alma yine. Bizi hidayət eləyəndən sonra qəlbimizdəki imanı bizdən alma. Ona görə görürsünüz, Allah Quran-ı Kərimdə biz müminlər üçün nemət olaraq bizim üçün bir müminin sifətlərini sayır. Mümin hansı sifətlərdə olmalıdır? Bir behiş nədir onu bizim üçün sayır.
Mesela beşli sayanda bizim belki de həqiqətinə varmamış bir neçə xüsusiyyəti Allah təbarək və təala önə çəkir. Beşli sayanda, yani beşli ləzzətləri öz yerində, beşlinin rahat. Onlardan biri yalan danışmamaqdır. Yalan eşitməməkdir. Kiminsə sözünü danışmamaqdır. Mesela Allah beşli xüsusiyyətlərin sayında deyir ki, beşdə siz yalan eşitməyəcəksiniz, bihudə söz də eşitməyəcəksiniz. İndi siz təsəvvür edin, Allah eləməmiş, biz mesela bir ömrümüzü bihudə keçirdik. Mesela bir 5-10 nədə məsələm deyirəm, ama bir yarım saat bir yerde oturaq, orada nə danışırıq, sonunda o danışığımızın bir nəticəsi olmayaraq o süfrədən ayrılaq. Mesela yarım saatimiz yetdi ədər, heç elə. O da ləğ bihudə, beşdə yoxdur, yalan da yoxdur. Amma möminlərin sifətini sayanda Allah təbarək və təala, möminlərin halətini sayanda Quran-ı Kərimdə, zahirən Həşr surəsinin 10-cu ayəsindən Zuhanə sayır, orada əcibdir, buyurur ki, möminlərin əsas sifəti budur ki, onlar buyurur, yəni möminlər deyir, Rəbbənə, ey bizim Allahımız, və la təzəl fi qulubina ğillən lilləzinə amanu, bizim qəlbimizdə iman gətirənlərə qarşı heç kin qərar vermə. Yəni, əgər qəlbimizdə kin olsa, dünya ləzzəti bizim ağzımızdan gedəcək. Və dünyanın cənnətə çevirə bilməyəcək. Dünyanın cənnət olmağı, dünyanın ləzzətlərindən biri, Allah özü bizim adımızdan dua edir, bizi öyrədir. Deyir ki, Allah, mənim qəlbimdə heç kimə qarşı nədir, kin qərar vermə. Və la təzəl fi qulubina ğillən lilləzinə amanu. Rəbbənə innəkə rəufur rəhim. Onun için mənim əzlərim, təfəkkür o səmtdə olmalıdır ki, insanı Allah'a sana aparsın. Bu həqiqi mənada insan, Allah'a insana bəxş elədiyi ən gözəl nimətdir. Ən gözəl nimətlərdən biri. Baxın, məntiqdə bir qayda var. İndi burada tələbə qardaşlar da var. İnsanı tərif edəndə, yəni bizi başqa varlıqlardan ayıran bir hissə. İndi burada Möminin surəsində bir ayət oxuyacağım sizin üçün. Nədir o bizi başqalarından ayıran o hikmət nədir? Bizi başqalarından ayıranda məntiqlər. Belə deyərlər ki, əl-insanı heyvanın natiq. İnsan danışan canlıdır. Heyvan ərəb dilində danışan deməkdir. Daha doğrusu canlı deməkdir. Danışan natiq. Özü o maraqlı şeylərdən biri budur ki, Allah təbarək və təala ahirətdə, qiyamətdə, ahirətin özün canlı anlandırır. İnnəl ahirətə ləyyəl həyəvan, belə bir ay olmalıdır, ola bilər, ərəbsiz səhvlədim. Ahirət canlıdır, ahirətin canlısı bilirsiniz nədir? Ahirətin canlısı budur ki, Allah təbarək və təala Quran-ı Kərimin özündə deyir ki, bir yerdə deyir, insanları cəhənnəmə təqdim edəcəklər. Bir yerdə deyir, cəhənnəmi insanlara təqdim edəcəklər. Burada məlumdur, cəhənnəmi insanlara təqdim edəcəklər. Bizim şuurumuz var. Cəhənnəmi gördü, bildi ki, Allah eləməsin, təqdim olundu, bilirik bu nədir. Bəs bu nə sözdür ki, Allah deyir ki, bir yerdə insanları cəhənnəmə təqdim edəcəklər. Yəni, cəhənnəmə deyəcəklər ki, bu sənin əhlindür, bax. Cansız, şuursuz, dəksiz bir şeyə Allah deyər insan onu təqdim edərlər. Deməzlər. Ona görə Allah təbarək və təala deyir ki, ahirət canlıdır. Hər şeyin canı var, hər şeyin şuuru var, hər şeyin idraki var ahirətdə. Hətta orada beşli divar, dünya da o cürdür ya. Mesela bazı şeyler var, rivayətlər, biz onlara nətər sənə deyim, baxılıqda rivayətdir. Mesela deyir ki, məscid qonşularından şikayət edəcək, əgər məscidə gəlməsələr. Qonşularından şikayət edəcək. O məscidin divarının, daşının şuuru dərk olmasa o, şikayət edə bilər Allaha. Şikayət edilməz ki. Deməli, bunun dərki idraki var. Baxın, insanı tərif edəndə məntiqdə bu cür deyirlər ki, insan danışan canlıdır. Həqiqətən də burada bütün varlıqlardan biz fərqliyik. O təvəkkül barəsində deyilmi? Amma məsələn, Peyğəmbərdən rivayət də var, Əymə Aleyhisselamdan rivayət də var ki, insan danışmaq, qızıl da olsa susmaq gümüşdür. Ya bəzi yerdə deyirlər ki, mömin daima susar. Deməli, insanın xüsusiyyətlərindən biri də insanın başqa varlıqlardan ayrı o susmaqdır. İnsanın məntiq cəhətindən müqəvvimi susmaqdır. Hansı susmaq? Heyvan ki, susur, dili yoxdur. Bizdə o susmağı demirlər ki,
Zülmün qabağında sumaq demirlər ki, orada ki, sən eləyə bilərsən, danışasan, kimisə qeybətini eləyəsən, kimisə təhqir eləyəsən, laf evdə fərq eləmir kənarda, kimisə nəsə deyə bilərsən, onun nədir, qəlbin sınırsa, susursan. Bu susmaq insanı başqa varlıqlardan ayrılandır. Sükut özü ibadətdir də, təfəkkürdür, sükutdur, nitqdir. Bunlar özü ibadətdir. Onu görürsünüz, insan o qədər əzəmətli bir varlıqdır ki, axırda bu təfəkkürün nəticəsi mi olur? Biz fikirləşirik, sonunda nə olsun? Bu fikrin nəticəsi nədir? Fikrin nəticəsi budur. Allah buyurur ki, yəni bu fikirləşən möminə deyir ki, Rəbbənə, ey bizim Rəbbəmiz, ma xələqdə haza batila, sən heç nəyi batil yaratmamısan, heç nəyi mənasız yaratmamısan. Subhanəqə, fəqnə əzabən nar, sən hər eyibdən paksan, bizi cəhənnəm odundan qoruyucular. Pəs təfəkkürün, fikrin sonu nədir? Aləmin haqq və gözəl, nizamlı bir qanun uğrunda yaranışı ki, hamını aparacaq, Allahın məhzərinə hesab aparmağa. O bir dənə də ayə oxuyum, çox sizi yormaq istəmirəm. Yazın əvvəlidir. Hələ o aynanda girmə sahabaların bu vaxtında. Amma bu yaz özü qiyamətin bilirsiniz də nişanələrindən biridir. Allah Quranda yazı qiyamətə bənzədir. Ki, necə ki, qışdan çıxan ölü torpaq can alır, başlayır o torpaq dizərməyə. Allah da deyir, qiyamət bu cürdür. Heç ağıza gəlməzdir ki, heç can əlaməti olmayan bir ağacdan nə gözəl bir dənə nədir? Yarpaqlar və meyvələr verdi. İnsan barəsində Möminin surəsində bir də nöqtə məhzər rəst edeyim, çox sizi yormayayım, bugün də bayramdır, bizim 8-ci imamımızın doğum günüdür. Allah bu cür buyurur. وَلَقَدْ خَلَقْنَا الْاِنْسَانَ مِنْ سُلَالَةٍ مِنْ تِينٍ. Biz insanı pak bir torpaqdan yarattık. ثُمَّ جَعَلْنَاهُ, sonra ise qərar verdiği o insanı nütfeten fi qərarın məkin, lütfə formasında çox etibarlı və mötəbər bir yerdə. Sümmə xələqnəl lütfətə ələqə, sonra isə biz həmin lütfəni çevirdik qan formasına. Fəxələqnəl ələqətə muzətə, çox diqqətlə ulasına, bu qanı keçirtdik elədik ət. Fəxələqnəl muzətə izamən, sonra bu ət formasında olanı keçirtdik bir hissəsini edik sümük. Sonra buyur ki, fəkəsəfnəl izamə ləhmən. Bəs bu sümüyü də ətlə örtdük. Eşitdinizsə mən nə oxudum siz üçün? Bu heyvanlarda da eynidir, bizdən fərqi yoxdur. Bura qədər biz heyvanlarla da müştərəkik. Buradan o yana Allah təbarək və təala bizi, sırf biz insanı ayırdı. Sonra buyurdu ki, sonra ənşəməhu xalqən axər, insana başka bir hayat verdi, başka bir can verdi, başka cüre yarattı onu. Yani bu proses ki gitti, sonra biz insan, bu başka bir şeyi alimler çok danışırlar, bir yere çıkartabilirler. Deyirlər, bu sir dedi, çaşfılı imamlardan, peygamberden soğuş etdiler, bilirlər ki, o Allah bize başka bir şey verdi, başkasına vermeyip o nədir? Bəzilər deyir ki, Allah Quran-ı Kərimdə deyir ki, Allah Quran-ı Kərimdə deyir, axı, bənə fəxtu fihi min ruhi, öz ruhumdan insana bilədim ki, budur. Bəzilər deyirlər, ümumən insana ruh gəlməkdir. Çox şeylər deyirlər, amma özləri də deyirlər ki, ayənin əsli mənası Allahın yanındadır. Şayət də inşallah İmam Zuhur eləyəndə biləcək. Amma bura qədər bilin ki, burada Allah bizə elə bir şey verib ki, bizdən başqa hissəsinə vermir. Bizi bütün varlıqlardan ayıran bir şeydir. Çünki ayə nə deyir? Deyir, sunma, biz sonra insanı başka bir yaranış verdi ona. Başka bir, bundan sonra Allah təbarək və təala deyir ki, bundan sonra başka bir yaranış verəndən sonra deyir ki, fətəbarəkallahu əhsənul xaliqin. Aşk olsun, eşk olsun insanı yaradan varlığa. O eşk bu sonra ki bize ne verdi onun hesabınadır. Çünkü evvelden verdiği nedir? Oradadır. Ona göre de mənim əzizlərim, bax, biləyim, bizim əzəmətimiz, bizim nədir? Təfəkkürümüzdədir. Və təfəkkürdən də ən mühümlü budur ki, nədir? Biz ilahi nemətləri düşünək. O nemətlər, maddi nemətlər hamısı öz yerində, mən bayaq ayəsini deyəm, amma bir salda bir söz deyim, Allah Quran-ı Kərimdə buyurur ki, Quran-ı Kərimdə buyurur ki, bu cür, Əl-malı vəl-bənunu zinətül həyatı dünya. Mal, övlad, maldır bilirsiniz sərvət. Övlad da dünya zinətidir. Sonradan Allah təbarək və təala başqa bir yerdə buyurur ki,
El-yevme la tuzza malun ve banun. Bugün bir gündür ki ya qiyamət günü insanla pul insan köməyinə yetişəcək nə? Malı. Pəs bilinir ki, nemətlərin içərisində ən qiymətli nemət həmin mənəvi nemətlərdir. O mənəvi nemətlərdir ki, Allah təbarək və teala həmin o mənəvi nemətlərdə inşallah bizim halımıza şamil eləsin. Ki o mənəvi nemətlərin içərisində birincisi Qur'an-ı Kərimdə harda nemət sözü qeydsiz, şərtsiz işlənilibsə, oradan məqsəd vilayət və imamətdir. Çünki Allah təbarək və teala Qur'an-ı Kərimdə buyurur ki, bugün sizdə nemətlərdən soruşulacaq. Əl-Haqqı Təkasür surəsində. Orada İmam Cəfər Sadiq buyurdu ki, Allahın şəni ondan yuxarıdır ki, bizə biraz yemək içmək verə, ondan sonra deyə nədir? Gəl o yemək içmənin hesabını ver. O haramın hesabını ver, o başqa bir şeydir. İnsan təcavüzə cavab verməlidir. Amma buyururlar ki, və nədir nemət? Buyurdu ki, nemətdən məqsəd həmin bizük, yəni imamətdir. Ya Qur'an-ı Kərimdə ayə var, Maidə surəsində Əl-yevmə əkməltu lakum neməti, bugün sizə nemətimi tamamladım. Yəni imaməti sizə nədir? Elan elədim, vəhdət, özü bir dənə nemətdir. Allah Qur'an-ı Kərimdə özü buyurur ki, mənim nədir? Möminlərin və müsəlmanların bir yerdə, bir-birini başa düşüb bir yerdə yaşamalığı onlar üçün böyük bir dənə nədir? Nemətdir. Bəs əsas budur ki, Allah bizi ilahi və mənəvi nemətlərdən bərxudar eləsin. Allahın veri əzəmətinə bizim təfəkkürümüzü, umman susmağımızı, ibadətimizi Allahı düşünmək qərar versin. İnşallah o qoca, Sabir əmi bayaq dedi, o məsələ gələnlərdən biri xəstədir. Allah ona şəfa versin. Allahın veri əzəmətinə cəmi xəstələrə, xüsusən xərçəng xəstələri ki, ağır xəstələr var, həqiqətən də dözülməz haldadırlar. Ya bəzi qazilər var, dözülməz bir haldadırlar ki, Allah onlara səbir verib dözürlər. Allah hamısı onları neynəsin? İmam Zaman pənahında tezliklə şəfa versin. Sizi və biz daxil aqibətimizi bir xeyirləsin. Bu gözəl gündə Allah təbarək və teala bu İmam Rızanın doğulduğu mövlud gündə bizə bayramlıq olaraq İmam Zamanın zuhurun nəsib eləsin. Allahın belə əzəmətinə ona edilən ibadətlərdən ləzzət almağı bizə nəsib eləsin. İnşallah həm sizi, həm özümü dəvət edirəm ilahi təqvaya. Allahdan arzu edirəm ki, onun istədiyi yerdə ömrümüzü xərcləyək və onun istədiyi ibadətləri, onun istədiyi əməlləri daha çox yerinə yetirək. Və Allahdan arzum budur ki, qiyamət günü bizi dünya və axirət heç vaxt abırımıza aparmasın. Allah cəmi mömin, möminatın hamısı əhl-i beytlə məşhurləsin. Bugün ən gözəl bayramlardan biridir. Zahirən imamət və vilayət səmasının 8-ci ulduzu İmam Rıza Salamullahın dünyaya gəldiyi gündür. Zilqədə ayının 148-ci ayında İmam Musa Kazım Salamullahın ailəsində gözəl bir övladı ki, adı Əlidir. İmam Rıza'nın bilirsiniz ki, adı Əlidir. Rıza onun ləqəbidir. Anasının adı Tükdəmdir. Sonradan İmam Rıza dünyaya gələndən sonra İmam Musa Kazım onun adını dəyişib Tahirə qoydu. Künyəsi Əbul Həsəndir. Ləqəbi Rızadır. 35 yaşında imamətə çatıb. 203-cü ildə, yəni 183-cü ildə imamətə çatıb, 203-cü ildə dünyasını dəyişib, 148-ci ildə də dünyaya gəlib. İmam Rıza Salamullahi aleyhin umumən imamət bölümündə, indi bilmirəm məlumatınız var ki, yoxdur, ən, nətər deyim, elə bil imamətin ikinci dirçəliş dövrü adlandırırlar. Yəni İmam Rıza Salamullahi aleyhin həyatı bütün imamların həyatından fərqlidir. Fərqi də bundadır ki, İmam Rıza Salamullahi aleyh uzun müddət türmədə yatdı. 14 il deyirlər, 2 il deyirlər, 4 il deyirlər, işim yoxdur. Uzun müddət İmam Rıza Salamullahi aleyh türmədə yatdı. Zindanda yatdı, Harun Rəşid zindanıya. Və bu zindanda da şəhadətə yetişəndən sonra hala zahirən bəzən deyirlər 5-6 dənə fəhlə heç kimin xəbəri olmadan o dövr məsələ hambal dedilər. Gizli şəkildə bunu apardılar, dəfn elədilər. Bunun dəfnindən dostlar avamlığından düşmənlər vicdicə istifadə edədilər ki, imam ölməyib, qeybət çəkib elə deyilən Mehdi budur. O da imamlıq dövründə bir sıxıntı yaşandı İmam Rıza'nın dövründə. İmam Musa Kazım'ın sonra indi də tayfalar var, məşhur tayfalar, bəzi də səhv eləmişəm Suriyada yaşayırlar. Vaqifiyyələr var. Vaqif yəni dayanan, vəqf eləyən.
Bu vaqifiyyələr İmam Musa Kazımdan sonra dedilər ki, İmam Musa Kazım yoxdur. Axı bunun dəfnini görmədilər. Uzun müddətdə cəmaatın arasında olmadılar. Avam cəmaatı da bu cür inandırdılar ki, İmam qeybət çəkib. Bir sırada adam da tamahdan bunu elədi. Çünki İmam Rıza Salamullahın dövründə İmam Rıza şiəçiliyi diriltmək üçün müəyyən bölgələrdə, məsələn, Şamın özündə, ondan sonra Kufədə, Mədinədə xüsusi adamlar təyin eləmişdi, Beytülmalı yığdırırdı, deyirdi, möminlərin arasında paylayın ki, onlar sıxıntıdan qutarsın, təbliğ eləsinlər. Bunlar da İmam Musa Kazım Salamullah şəhadətə yetəndən sonra pul da çox idi, gözləri qamaşdı, biraz da eşitdilər ki, nədir? Burada deyirlər İmam qeybət çəkib, fürsət. Hətta İmam Rıza onların birine yazdı ki, neçə min dinar, 30 mindən nə qədər dinar səndə pul var. Deyir, sənin atın ölməyib ki, qeybət çəkib, gözləyir, gəlsin ona verək. Sizə deyim, İmam Rıza Salamullahın dövrü belə bir dövr idi. Həm zalim xəlifələr bu fürsətdən istifadə edib imaməti saxlamaq üçün, həm avamlar, həm də düşmənlər, Əhl-i Beytin düşmənləri bu cür hücum elədilər, bu dini aradan saxlasınlar. Amma İmam Rıza Salamullahın mətinliyi və gözəl təbliğatı nəticəsində bunlar hamısı xunsu oldu və imamət öz silsiləsində davam elədi. Odur ki, İmam Rıza Salamullahı təqsirdən deyirlər ki, imaməti ikinci bir həyatı, imaməti təzədən dirildən bir həyat. Allame Təbataba öz də deyir, bəlkə də sizin içərinizdə Məşədə Kərbəlaya gedənlər var, inşallah getməyənlər Allah nəsib eləsin, gedənlərə Allah təzədən nəsib eləsin. Allame Təbatabayı deyir, mən cürət edib o sözü deyənmərəm, ancaq mən həyatda yaşamışam onu. Allame Təbatabayı deyir ki, imamlar hamısı mehribandır, raufdur. Amma İmam Rıza'nın mehribançılığı fərqlidir. O daha da rahatdır. Yani hərəmlərin hamısını gəz, İmam Rıza'nın hərəmin qapısına çatan da adam ağlamaktır. Bir his var, o bütün imamlarda o cür var. Amma İmam Rıza'da daha çoxdur. İmam Rıza daha da çox. Bəlkə də o qəribçilikdəndir ki, mesela bizi o qəribçilikdən tez qəbul edir. O da məşhur sözdür. Buyurlar ki, imamların hamısı raufdur. Amma İmam Rıza Salamullahı daha da nədir? Raufdur, daha da mehribandır. Onun için İmam Rıza Salamullahı çox əziyyətlər çəkir, tabulmaz imamət bəhsi və imamət bəhsindən mənzurumuz, məqsədimiz nədir ki? Yəni imamət bəhsi olmasa, heç nübüvvət də olan dövr, yəni peyğəmbərçilik də olduğu kimi davam edən dövr. Onun üçün də əsl peyğəmbərçiliyin olduğu simasında yaşamaq üçün imamət şərtlərdən biridir. Çünki imamsız peyğəmbər də dərk eləmək mümkündür. Kur'an'ı da dərk eləmək mümkündür. Görürsünüz də, məsələn, cürbəcür gündə biri çıxır, istəyir özü bildiyi kimi Kur'an'a məna versin. Bilməyənlər biraz ona dəstək verirlər. Maraqsız cəmaatı məsələn, nətər deyim, gündəmdə saxlamaq üçünlər üçün. Məsələn, görürsən, gah özündən ayə deyir, gah tərcüməsini səhv deyir, gah ayənin məsələn, mistaqın səhv deyir insanları çaşdırmaq üçün. O da İmam Rıza bunların hamısından qələbə çaldı və bu Əhl-i Beyt məktəbini bizim aramızda yaşatdı. Və İmam Rıza'dan da məşhur bir hədis İmam Rıza buyurur ki, mömin olmaz məgər onda 3 dənə xüsusiyyət olmasa, biri Allah xüsusiyyəti, biri Peyğəmbər və biri də imam. Buyurur, Allah xüsusiyyəti eyb örtməkdir. Yəni, buyurur ki, özünü Allah'a oxşadın. Allah necə hamının eybini örtür, siz də başqalarının eybini örtün və bir-birinizin də eybini örtün. Peyğəmbər xüsusiyyəti, Peyğəmbərin xüsusiyyəti müdaratın nasdır. İnsanlardan davranıb. Peyğəmbər insanlarla davranıb. Yəni, hər kəsi əməlinə görə qarşılanmır. Bəlkə Peyğəmbər öz ürəyinə görə qarşılanıb. İmamətçi də səbirdir. Görürsünüz, imamlarımız nə qədər əziyyətli olub və bütün vəziyyətlərə baxmayaraq və səbirdə olublar. Allah'ın bu günü bizim hamımıza İmam Zamanın zuhuru ilə muştuluq versin. Cəmi müşkillərimizi həll eləsin. Allah'ın belə əzəmətinə bizi imamətin, vilayətin davamçılarından qərar versin. Allah'ın